Hamıya salam millət. YouTube kanalımın növbəti videosuna xoş gəlmisiniz. Bugün sizə tradingdə jurnal tutmaqdan danışacağam. Əslində çox insan bunu eləmir, amma bunu elədikdən sonra win rate'iniz inanılmaz dərəcədə artacaq və daha sonra səhvlərinizi biləsiniz, səhvlərinizdən nəticə çıxardasınız. Yəni bir sözlə sizin trade həyatınızı dəyişəcək qədər önəmli bir şeydir jurnal tutmaq. Mən jurnalı harda tuta bilərsiniz? İstəyən insan Telegramda özü qrup açar, təkcə özü. Və məsəl üçün hər işləmdən sonra işləmin şəklini və işləmə niyə girdim? Məsəl üçün qapanış gəlmişdi, nə bilim FVC-dən girdim. Niyə take profit bura qoydum, stop loss bura qoydum yazır və bir qıraqda yığır. İstəyən insan WhatsApp qrupu açar, özünə göndərir. Və yaxud Excel istifadə etməyi bilən insanlar Excel-də göndərərlər. Məsəl üçün işləmin adını hansı tarixdə açdım, ararım nədir, hansı sessiyada açdım və yaxud niyə açdım və şəkli. Amma mən bugün sizə göstərəcəm Notion proqramında, Notion saytında. Bu sayt pulsuz saytdır və arkada gördüyünüz bu template'i mən videonun altında link qoyacağam. Oradan direkt siz bura gələ bilərsiniz. Özünüzü elə bil Notion'da, yəni bu sayt var ya Notion. Burada hesab açırsınız. Daha sonra mən verdiyim template'e girirsiniz bura. Daha sonra mən deyəcəm nə edirsiniz. Deməli belə. Burada var data, pair, session, arar, direction var, status var, SS var və text var. Bizə lazım olan bunlar. Uşaqlar, burada FX jurnal, bu adını dəyişə bilərsiniz. Yəni bunun adını dəyişək məsəl üçün. Burada ad dəyişə bilərik, istədiyimiz vaxt ad dəyişə bilərik məsəl üçün. Qoyaq 8 bar FX məsəl üçün YouTube, 8 bar YouTube məsəl üçün FX YouTube məsəl üçün. Və yaxud bu arxada şəklə dəyişə bilərsiniz. Burada change order var, burada reposition var. Bunlar dəyişə bilərsiniz. Amma bizə yəni bunlardan vacib olan şey bu içəridəkilərdir. Burada var data. Məsəl üçün mən bu gün məsəl üçün Dekabın 26-sı 2025-ci bir dənə işləmə getdim, atıram məsəl üçün. Bunu qeyd elədim bura. Gəldi bura Dekabın 26-sı. Pair. Hansı pairdir uşaqlar? Məsəl üçün qızılda. Yazıram bura. Üstünə basam bir də. Yazıram qızıl. How USD. Daha sonra burada session var. Nə session deyək məsəl üçün? Deyək Londonda məsəl üçün. Burada məndə var hazır. Sizə də gələcək onsuz da hazır. Məsəl üçün London seçirəm burada. Burada istəsəz əlavə də eləyə bilərsiniz. Burada session'a basandan sonra burada səhv eləmirəmsə aşağı tərəfdə edit var. Edit'ə basandan sonra burada edit. Edit'ə basandan sonra burada options'da üstə gələ var. Buna basıb session'da əlavə eləyə bilirsiniz burada. Bizə lazım deyil çünki bizdə artıq var. Burada arar. Məsəl üçün 1 arar, yəni 1-in 1-ə, 1-in 2-yə və yaxud stop, mənfi 1 arar, mənfi 0.5 arar, 1-in 1-ə və yaxud 0 arar yaza bilər. Yəni biz əlavə eləyə bura 0 ararıq. Deməli, yenə gəlirik bura. Daha sonra burada edit'e gəldik. Edit'e gəldikdən sonra burada üstə gəlib basırıq. Məsəl üçün mənə lazımdır 0 arar. 0 arar. 0 arar. Məsəl üçün gördük gəldi burada 0 arar. Bastığım anda rəngi olsun məsələn qara. Yəni bunu da düzəldək. 0 arar yox, bu yox, bunu 0-dan 0-a. Arar silək, onsuz arar, yəni 0. Bunu qoyduğumuz anda 0 gəldi və tutaq ki, əla bu, qurtardı. Arardan gəldi, yenə 0 seçdik. Yəni 0 arar və ya yəni bu nə deməkdir? Girişdə stop olub məsəl üçün. Direction lazım deyil uşaqlar bizə. Direction mən boş qoyuram. İstəsəz bu direction buradan silə bilərsiniz. Bura gəldikdən sonra delete var burada. Bastığımız anda bu silinir. Status. Status nə deməkdir? Win oldu, yəni qazandınız. Stop loss oldunuz və ya girişdə stop oldunuz. Tutaq ki, biz deyək işləmimiz 0 arar olduğuna görə girişdə stop olur. Daha sonra SS. Ən vacib hissədir bura uşaqlar. Siz işləm elədikdə mütləq işləmin 4 saatlıqda, 1 saatlıqda, bir də alt zaman dilimində 3 dənə SS atmalısınız bura. Yəni SS atmaya da bilərsiniz, amma atmağınız daha yaxşıdır. Çünki nə bilim 1 aydan sonra, 2 aydan sonra köhnə SS-lərimizə baxanda, köhnə qrafiklərimizə baxanda sizə lazım olacaq ki, məsələn, niyə stop oldum, niyə take profit oldum məsəl üçün. Buna görə sizə lazımdır ki, bura choose file seçdikdən sonra komputerə gəlib əlavə eləyə bilirsiniz. Sonra text. Məsəl üçün text var burada. Məsəl üçün mən yazıram ki, Asiya niyə işləmdə gecikmişdim və yaxud niyə stop loss oldum. Və yaxud niyə take profit. Yazıram ki, Asiya zəif atıldı, məsəl üçün atıldı. Londonun məsəl üçün logunu aldı, FVC yaratdı, məsəl üçün. Və mən girdim. Asiya zəif atıldı, Londonun logunu aldı, FVC yaratdı, mən girdim. Məsəl üçün deyirəm də bunu. Bu bizim oldu jurnalımız.
Əlavə edə bilərsiniz. Burada new page var. Açırsınız, məsəl üçün növbəti işləmimiz nə vaxtdır? Yenə dekabr 26-sı, məsəl üçün bu gün. Yenə seçirik. Daha sonra məsəl üçün avro isti yazıram, avro isti məsəl üçün. Hansı seçimdə olsun, məsəl üçün New Yorkda. Məsəl üçün arar, karır, məsəl üçün xeyirdəyik. Status, məsəl üçün take profit. Şəkil, yəni gedirsiniz kompüterə, şəkillərini buraxırsınız. Daha sonra niyə girmişsiniz? Məsəl üçün onu yazırsınız. Belə bir yazdıqdan sonra uşaqlar həm stop loss yazırsınız, həm take profit. Yəni hər ay sizin ayrı trading jurnalınız olmalıdır. Hər ay. Məsəl üçün yanvarda ayrı, fevralda ayrı, yəni option bir ildə sizin 12 dənə jurnalınız olur və siz o 12 dənə jurnala görə hər ayın axırında özünüzə bir nəticə çıxardırsınız ki, mən niyə stop oldum, mən niyə take profit oldum. Stop loss olduğunuz işləmlərdə daha sonra analiz edib özünüzdə o səhvləri buraxmamağa çalışırsınız. Yəni bu çox vacib bir şeydir uşaqlar tradingdə. Yəni bu çox vacib bir şeydir tradingdə. İnsanların çoxu bunu demir və sizin aranızdan da bunları eləyən yoxdur. Bu arada mən görməmişəm kimsə jurnal tutsun. Amma jurnal tutmayan trader məncə uğurlu ola bilməz heç cürə. Yəni mən də buradan sizə bir məsləhətim odur ki, gedin jurnal tutun, özünüzdə çətin bir şeydir. Maksimum 10 dəqiqə həll edə bilərsiniz və hər işləmdən sonra işləmlərinizi jurnalınıza qeyd eləməyi də unutmayın. Sonra qeyd eləməyəsiniz və üst-üstə yığılacaq. Bugünkü video bu qədər uşaqlar. Çalışın, jurnal tutun, səhvlərinizə baxın, take profit olan işləmlərə belə baxın, stop loss olan işləmlərə də baxın. Bugünkü video bu qədər uşaqlar. Öpürəm hamınızı, kanala abunə olmayı unutmayın. Hələlik.